Hello everyone. Bugün biz sizinlə əsasda danışıq dərslərinə yeni başlayan tələbələr üçün çox faydalı və effektiv bir mövzuya toxunacağıq. Bu there is zero mövzusudur. Deməli there is zero tərcümədə mövcuddur, var deməkdir. Əgər biz cümlədə təkdə ismin təkində istifadə ediriksə, onda there is-dən istifadə edəcəyik. Cəmdə veririksə ismi, o zaman zero-dan istifadə edəcəyik. Misal üçün belə bir cümlə tərcümə edək. Sinifdə bir şagird var. Bir şagird təkdə olduğu üçün biz cümləni there is ilə başlayacaq. Yəni var sözü cümlədə Azərbaycan dilində cümlənin sonluğunda olsa belə, buna baxmayaraq biz tərcümədə cümlənin əvvəlində onu verəcəyik. Yəni belə olacaq cümlə: There is one student in the classroom. Amma əgər biz cəmləşdirmək istəyirik, misal üçün sinif otağında və yaxud sinifdə 2 tələbə var, bu zaman biz cəmdə are-dan istifadə edəcəyik və cümlə belə olacaq: There are 2 students in the classroom. Belə bir nüansa da toxunmaq istəyirəm ki, əgər bizim cümlədə həm tək, həm cəmdə istifadə olunan isim varsa, bu zaman birinci istifadə olunan ismə diqqət yetiririk. Yəni, əgər birinci bizim ismimiz təkdə gəlirsə, biz there is-dən istifadə edirik. Yəni, there is one student and 2 teachers in the classroom. Əgər bu cümləni biz birinci teachers-dən başlasaq, o zaman they are-la olacaq. There are 2 teachers and 1 student in the classroom. Ümid edirəm sizin üçün faydalı bir video oldu. Gələn görüşənədək see you.